Bayıl qalası. Bayıl qalası Bakının Bayıl qəsəbəsi yaxınlığında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsidir. Şirvan Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və 13-cü əsrdə inşa edilmiş Bayıl qalası, Xəzər dənizinin suyun qalxıb enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla anılsa da, elmi ədəbiyyatda daha çox Bayıl qəsri adı ilə tanınır. Qız qalası. Qız qalası Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarının cənub-şərq hissəsində Dənizçənarı parkının yaxınlığında yerləşən tarixi abidədir. Uca güllə şəkilli bu nadir abidənin açılmamış tarixi memarlıq problemləri çoxdur. Hündürlüyü 28 metr, diametri 1-ci mərtəbədə 16,5 metrdir. 1-ci mərtəbədə divarın qalınlığı 5 metrə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Şirvanşahlar Sarayı. Şirvanşahlar Sarayı 15-ci əsrdə Şirvanşah İbrahim Xəlilullahın dövründə tikilmiş saray kompleksidir. Bakının mərkəzində içəri şəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. 1964-cü ildə muzey qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur. Atəşgah. Ot məbədi olan Atəşgah Bakının 30 kilometrliyində Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. Atəşgah 17-18-ci əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovlarının yerində inşa edilmiş od məbədidir. Məbədin ən erkən tikilişi olan tövlə eramızın 713-cü ilinə aiddir. Mərkəzi məbəd səccahı isə 1810-cu ildə Tacir Çançana Qaranın vəsaiti ilə tikilmişdir. Mərdəkan qalası. Mərdəkan qalası Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik qaladır. Qala 4 künc formada 14-cü əsrin ortalarında Şirvanşah Məmid Çöhrün oğlu Şirvanşah Axistan tərəfindən tikilmişdir. Mərdəkan qalası Axistanın düşmən üzərindəki parlaq qələbə şəraitini uzadılmışdır. Qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.